Sadə misal deyim, məsələn, deyirlər ki, ac vaxtı əsəbi olur insan. Ona görə deyirlər ki, mühüm məsələləri ac vaxtı danışmayın. Qadınların çoxu da bunu başa düşmür. Kişi və az gələndə bütün problemləri o vaxt deyir, o da əsəbləşir, dava düşür. Ona görə qadınlara demək lazım ki, biraz səbr elə, gəlsin, yeməyin yesin, aram olsun, sonra danış. Bu fizioloji bir məsələdir. Əlbəttə ki, böyük insanlar qarnının aclığı, toxluğu ilə halları dəyişmir. Amma adətən belədir, əksər insanlar belədir. Hədisdə var ki, əsəbi vaxtda qərar vermə, çünki yanlış olma ehtimalı çoxdur. Hər zaman biz özümüzü təftiş edən məqamda baxmalıyıq ki, biz səhvləri nə zaman eləyirik, hansı şəraitdə edirik.